Azərbaycan Cümhuriyyəti 1920-ci ildə süqut elədi, amma onun ideyası yox. Qurucuları bu ideya uğrunda mübarizəni 1950-ci illərə qədər davam elətdirdi. Yəni ömürləri yetənə qədər. Açırıq hamımızın oxuduğu 11-ci sinif Azərbaycan tarixi dərsliyinin Azərbaycan Cümhuriyyəti ilə bağlı olan bölümünün son səhifəsini və oxuyuruq. Bununla da Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsini yazan AXC yadelli qüvvənin işğalı nəticəsində süqut etdi. Nöqtə. Bəs nöqtədən sonra nə oldu? Bugün məhz bu nöqtədən sonranı danışacağıq. Qarşıdan gələn 28 may münasibəti ilə bu nöqtədən sonranı doldurmaq üçün bir video seriyası hazırlamağı düşündüm. Bu seriyanın ilk videosu olacaq. Bu videoda isə Sovet işğalından sonra Azərbaycan sərhədləri daxilində bu rejimə qarşı olan fəaliyyətlərdən bəhs edəcəm. Azərbaycan xalqı bu işğala qarşı hansı metodlarla mübarizə apardı? Azərbaycan Cümhuriyyətinin hökumət nümayəndələrinə işğaldan sonra nə oldu? Azərbaycan Cümhuriyyəti sadəcə 1918-ci ildə yaranmış bir dövlət deyildi. O, əslində uzun müddətdir yetişməkdə olan müstəqil Azərbaycan ideyası üçün ilk və atılmış ən böyük addım idi. Yəni, Cümhuriyyətə fərqli bucaqlardan baxıb dəyərləndirə bilərik. Amma Azərbaycan Cümhuriyyəti hər şeydən öncə bir fikir idi. Onu daha dərindən analiz edə bilməyimiz üçün bizə Cümhuriyyət dağılandan sonraki prosesi bilmək vacibdir. Bəlkə də bir çoxumuz Azərbaycan Cümhuriyyəti süquta uğradıldıqdan sonra bizlərin, yəni Azərbaycan xalqının bu rejimi alqışlarla qarşıladığı və ya sadəcə susaraq boyun əydiyini düşünür. Məhz bu dövrdə Sovet rejiminə qarşı mübarizənin müxtəlif yolları var idi. Bunların başında isə işğaldan dərhal sonra başlamış olan xalq üsyanları gəlirdi. Məmməd Əmin Rəsulzadənin də dediyi kimi, işğaldan bir ay sonra xalq Azərbaycan məmləkətinin dəhşətli bir istilaya məruz qaldığını acı bir həqiqət kimi dərk etmişdi. Bunun üzərinə xalq dözməyib ayağa qalxdı. 1920-ci ilin ilk həftələrindən başlayan üsyanlar 1923-cü ilə qədər davam elədi. Bu müddət ərzində Sovet rejimi əleyhinə baş vermiş 53 böyük üsyan, 1000-dən artıq kiçik nümayiş Azərbaycan xalqının mövcud rejimi qəbul etmədiyinin ən böyük sübutlarından biri idi. İlk böyük üsyan keçmiş Azərbaycan milli ordu mənsublarının iştirakı ilə daha da böyük miqyas almış Tərtər üsyanı idi. Bu toqquşmalarda milli birliklər xalqın da dəstəyini alaraq Rus qoşunlarını geri oturtdular, Bərdəyə doğru irəlilədilər və oranı da ruslardan təmizlədilər. Əlbəttə ki, bu üsyanın uğuru digər üsyanlara ilham verdi. Üsyanlar arasında həm sayına, həm də gücünə görə ən böyüyü 25-26 may tarixində başlayan Gəncə üsyanı idi. Başında Azərbaycanın keçmiş ordu generallarının dayandığı bu üsyan şəhər əhalisi və ətraf kəndlərdən qoşulanlarla birlikdə sayını 10 minə çatdırmışdı. Üsyançılar şəhərdəki Sovet qarnizonuna hücum edərək 600 Qızıl Ordu əskərini əsir aldılar. Yalnız 31 mayda Sovet ordusu əlavə hərbi qüvvə dəstəyi ilə üsyanı tamamilə yatırda bildi. Bu üsyan nəticəsində Qızıl Ordu 808 itki verdi. Ölənlər arasında Azərbaycan ordusunun generalları və yüksək rütbəli zabitlər də var idi. Hərbiçilərin bir çoxu üsyandan sonra Nargin adasına aparılaraq güllələndi. Bu üsyanların ardınca Qarabağ, Zaqatala, Şəki, Ağdaş, Quba, Şəmkir, Salyan, Hacıqabul, Kürdəmir, Tovuz, Qazax, Naxçıvan, Bakı və Astara üsyanları baş verdi. Azərbaycan xalqının bir digər mübarizə forması gizli təşkilatları idi. İşğaldan cəmi bir neçə gün sonra Müsavat Partiyasının qurultayı keçirildi. Bu toplantıda çox kritik bir mövzu müzakirə edilirdi. Partiya fəaliyyətini dayandırmalı və bolşeviklərə qoşulmalı idimi? Partiyanın bəzi üzvləri mübarizənin mənasız olduğunu düşünürdü. Onlar belə hesab eləyirdi ki, yeni sistemə uyğunlaşmaq lazımdır. Amma çoxluq bununla razılaşmadı və Müsavat Partiyası fəaliyyətini davam etdirməyə qərarı aldı. İşğalın elə ilk günlərindən Mirzə Bala Məmmədzadə və Abdulvahab Məmmədzadə Məmməd Əmin Rəsulzadənin razılığı ilə Müsavat Partiyasının yeni bir qərargahını yaratdılar və yenə Rəsulzadənin təklifi ilə Mirzə Bala Məmmədzadə partiyanın sədri seçildi. Əvvəlcə onlar leqal şəkildə fəaliyyət göstərdilər, amma çox qısa zamanda başa düşdülər ki, yeni siyasi rejimdə leqal fəaliyyət göstərmək mümkün olmayacaq.
Bundan sonra isə artıq yeni bir mərhələ başladı. Gizli mübarizə mərhələsi. Müsavatçılar kiçik və gizli qruplar şəklində təşkilatlanmağa başladılar. 3 nəfərlik qruplar yaradılırdı ki, təşkilatın bir hissəsi ifşa olunsa belə, digər qruplar fəaliyyətlərini davam etdirə bilsinlər. Onlar təkcə siyasi deyil, hərbi və ideoloji baxımdan da hazırlıq görürdülər. Partiyanın xüsusi siyasi və kəşfiyyat bölməsi yaradılmışdı. Bu gizli təşkilatlanmanın ən vacib fəaliyyətlərindən biri təbliğat idi. Çünki Sovet hakimiyyətinin ən güclü silahı məhz ideologiya idi. Onlar xalqı Sovet hakimiyyətinin görünməyən tərəfləri haqqında məlumatlandırmağa çalışırdılar. Bunun üçün gizli siyasi dərnəklər və məktəblər yaradılmışdı. Burada təbliğatçılar yetişdirilirdi. İşğaldan sonraki ilk illərdə Sovet idarəsinin ciddi kadr problemi var idi. Buna görə də onlar milliyyətçi ideologiyaya sahib insanları belə işə götürmək məcburiyyətində qalırdılar. Kitabxanalarda, mətbuat orqanlarında və nəşriyyatlarda çalışan insanların əksəriyyəti müsavatçılar idi. Və Müsavat Partiyası bu vəziyyətdən maksimum şəkildə istifadə etməyə çalışırdı. Çünki informasiya uğrunda mübarizə ən az silahlı mübarizə qədər önəmli idi. Ancaq 1921-ci ilin sonlarından etibarən müsavatçılar başa düşdülər ki, silahlı üsyan olmadan Sovet hakimiyyətini zəiflətmək mümkün olmayacaq. Tarixi təcrübəyə əsaslanaraq partiyanın hərbi şöbəsi yaradıldı. Silahlı təşkilatlanma genişləndirildi və silahlı mübarizəyə hazırlıq başladı. Gizli Müsavat Partiyasının fəaliyyətlərində ən diqqət çəkən məqamlardan biri də onların demək olar ki, heç bir xarici dəstəyə sahib olmaması idi. Nə xaricdən maliyyə dəstəyi alırdılar, nə də hansısa dövlət tərəfindən dəstəklənirdilər. Partiyanın əsas maliyyə yükü əsasən onun üzvlərinin və onu gizlicə dəstəkləyən insanların üzərində idi. İnsanlar evlərindən müxtəlif əşyalar gətirirdilər və bu əşyalar partiyanın maliyyə məsələlərinə cavabdeh olan Məmməd Həsən Baharlı tərəfindən bazarda satılırdı. Əldə edilən pulla isə gizli təşkilatın fəaliyyəti davam etdirilirdi. Hətta o zamanlar Məmməd Əmin Rəsulzadənin Finlandiyaya qaçırılmasında da məhz bu pullardan istifadə edilmişdi. Gizli Müsavat sadəcə təşkilatlanma və siyasi fəaliyyətlərlə məşğul olmurdu. Onların gizli mətbuat fəaliyyəti də var idi. Partiya xüsusi təbliğat vərəqələri hazırlayırdı, ancaq bu materiallar çox ehtiyatla yayılırdı. Bu vərəqələr adətən xüsusi günlərdə çox az sayda çap olunurdu və oxunduqdan sonra da cırılıb atılırdı. Bununla yanaşı təşkilatın İstiqlal adlı bir qəzeti də nəşr olunurdu. İstintaq materiallarına görə qəzetin 18 sayı nəşr olunmuşdu. İstiqlal qəzetində partiyanın proqramı, müxtəlif bəyanatlar və Azərbaycanda baş verən hadisələrə münasibət dərc edilirdi. Yəni Sovet senzurasının hökm sürdüyü bu dövrdə belə gizli şəkildə alternativ fikir yayılmağa davam edirdi. 1923-cü ilə gəldiyimizdə isə Gizli Müsavat Partiyasına qarşı böyük həbslər başladı. Partiyanın rəhbərləri və üzvləri izlənərək bir-bir həbs olundu. Bəziləri gələcəkdə siyasi fəaliyyətə qarışmayacaqları sözü alınaraq azad edildi, amma məsələ bununla da bitmədi. Sovet hakimiyyəti bunu bir fürsət olaraq dəyərləndirdi və gizli müsavatla heç bir əlaqəsi olmayan insanlar belə həbs edildi və ya sürgün edildi. İstiqlal qəzetinin mətbəəsi aşkarlandı və bağlandı. Gizli təşkilatın rəhbəri olan Mirzə Bala Məmmədzadə İrana qaçmaq məcburiyyətində qaldı. İlk Gizli Müsavat Partiyası Sovet orqanları tərəfindən dağıdılsa da, bu mübarizə bununla bitmədi. Həbsdən azad olan bəzi aktiv üzvlər yenidən bir araya gələrək təşkilatı yenidən bərpa eləməyə çalışdılar. Çünki onlar üçün məsələ artıq sadəcə siyasi fəaliyyət deyildi. Bu bir milli varlıq məsələsinə dönüşmüşdü. 1923-cü ildə keçirilən növbəti gizli toplantıda Dadaş Həsənzadə Müsavat Mərkəzi Komitəsinin sədri seçildi. Yeni rəhbərlik qərar verdi. Azərbaycanın müstəqilliyi üçün mübarizə yenidən davam eləməli idi. Amma vəziyyət bu səfər daha ağır idi. 1924-cü il boyunca təşkilat daha çox maddi problemlərlə mübarizə apardı. Həbs olunan, sürgün edilən və ya xaricə qaçmaq məcburiyyətində qalan üzvlərin ailələrinə yardım etmək üçün pul toplanırdı. 1925-ci ildə isə Gizli Müsavat daha sistemli şəkildə quruldu. Bu səfər bölgələrdəki fəaliyyətlərini daha da genişlətdi
genişləndirdi. Strategiyaları isə əvvəlkindən biraz daha fərqli idi. İkinci Gizli Müsavat Təşkilatının əsas hədəfi silahlı mübarizə yox, insanların düşüncəsini dəyişdirmək idi. Onlar hesab edirdilər ki, xalq əvvəlcə öz kimliyini xatırlamalıdır. Buna görə də onlar təhsil sisteminə sızmağa başladılar. Məqsədləri isə Sovet məktəbində çox da diqqət çəkmədən milli düşüncəni oyatmaq idi. Müəllimlər Sovet proqramı çərçivəsində dərslərini keçsələr də, digər yandan Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən işğal edildiyini uşaqlara izah etməkdə idi. Türk kimliyinə sevgi aşılamaq, Türk tarixi və ədəbiyyatını öyrətmək, ruslaşdırma siyasətinə qarşı mübarizə aparmaq əsas məqsədlərdən biri idi. Sovet hakimiyyəti bu dövrdə milli ədəbiyyatı və milliyyətçi kitabları qadağan eləmişdi. Lakin buna baxmayaraq o dövrdə mühacirətdə yaşayan Məmməd Əmin Rəsulzadənin kitabları gizli şəkildə ölkəyə gətirilirdi. İnsanlar bu nəşrləri gizli-gizli oxuyur, bir-birinə verir və bu yolla milli düşüncə sağ qalmağa çalışırdı. Amma bu dövrdə Sovet təhlükəsizlik sistemi də boş dayanmırdı. Uzun təqiblərdən sonra təşkilat yenidən ifşa edildi. 1926-cı ilə qədər davam edən əməliyyatlarla təşkilat üzvləri bir-bir həbs olundu. Dadaş Həsənzadə, Mövsüm İbrahimov, Cavad Axundov və Mirbağır Rzayev ölüm cəzasına məhkum edildi. Digər üzvlər isə 7 və ya 10 illik sürgünə göndərildi. Onların çoxu geri qayıda bilmədi və sürgündə həyatını itirdi. Amma mübarizə yenə də bitmədi. 1926-cı ildə Gizli Müsavat fəaliyyətinin 3-cü mərhələsi başladı və 1931-ci ilə qədər davam elədi. Bu mərhələ təşkilatın ən güclü və ən coşqulu dönəmlərindən biri hesab olunur. Partiya xüsusilə gənclər arasındakı təbliğatı gücləndirməyə başladı. Xalq arasında gizli bəyannamələr yayılır, ruslaşdırma siyasəti açıq şəkildə tənqid edilirdi. Təşkilat xüsusilə gənclər və müəllimlərlə işləyirdi. Hətta təkcə 1927-1928-ci illərdə gənclərin partiyadan kənar yetişdirilməsi proqramına uyğun fəaliyyət apardıqlarına görə 54 müəllim həbs edilmişdi. 1925-1931-ci illər arasında müsavatın təsiri ilə yaradılmış 12 gizli təşkilat və dərnək aşkar edilmişdi. Və bu dərnək və təşkilatlar öz fəaliyyətlərində Məmməd Əmin Rəsulzadənin mühacirətdə çıxardığı kitab və jurnallardakı yazılardan geniş istifadə edirdi. Yəni mühacirətdəki fikirlər gizli yollarla yenidən Azərbaycana gətirilirdi. 1931-ci ildə 3-cü Gizli Müsavat Təşkilatı da ifşa edildi. Gizli Müsavat Təşkilatının 4-cü və sonuncu mərhələsi 1931-1937-ci illəri əhatə edirdi və bu mərhələ Stalinin repressiyaları ilə sona çatdı. Minlərlə insanla birlikdə onlar da həbs edildilər, edam edildilər və ya sürgünə göndərildilər. Bundan sonra isə Azərbaycanın milli müstəqillik hərəkatının əsas mərkəzi ölkə daxilindən çox Azərbaycan Milli Mərkəzi və Müsavat Xarici Bürosu oldu. Bolşevik işğalına Azərbaycan xalqının reaksiyasını az-çox gözümüzdə canlandıra bildik. Bəs işğaldan sonra Azərbaycan hökumətinin nümayəndələrinə nə oldu? Onlar Azərbaycanın müstəqilliyi üçün necə bir yol seçdilər və nə etdilər? Çox təəssüf ki, bir çoxunun buna imkanı olmadı. Sovet repressiyaları xüsusilə Azərbaycan Cümhuriyyətinin tanınmış nümayəndələrinə yönəldi. 1920-ci il may ayının 15-də Müvəqqəti İnqilab Komitəsi xüsusi bir əmr verdi. Əmrə əsasən keçmiş dövlət məmurlarının, polis əməkdaşlarının, zabitlərin, həkimlərin və millət vəkillərinin siyasi hazırlanmalı idi. Yəni, Cümhuriyyət dövründə dövlət idarəsində çalışmış hər kəs artıq Sovet rejiminin bir hədəf halına gəlmişdi. Və bu siyahılar hazırlanandan sonra Azərbaycanda sistemli terror başladı. Bolşeviklərin əsas hədəfi ilk növbədə Azərbaycanın intellektual, hərbi və siyasi elitası idi. Çünki onlar yaxşı anlayırdılar ki, bir xalqı məhv eləməyin ən asan yolu onun liderlərini aradan götürməkdir. Yəni məqsəd Azərbaycanın milli maraqlarını müdafiə edən rəhbərlərdən xalqı məhrum eləmək və mümkün müqaviməti başsız qoymaq idi. İşğalın ilk ilində Azərbaycan ordusunun 12 generalı və 27 polkovniki öldürüldü. Amma terror bununla da bitmirdi. 1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər keçən qısa müddətdə Azərbaycanda təxminən 48 min insan bolşevik terrorunun qurbanı oldu.
və bu insanların bir çoxu ziyalı idi. Bu repressiyaları həyata keçirən qurumlar isə əsasən məhdudiyyətsiz səlahiyyətə malik idi. Parisdə keçirilən Versal sülh konfransında Azərbaycanı təmsil etmək məqsədi ilə göndərilən nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov və onunla birlikdə gedən diplomatlar Azərbaycana geri qayıtmadılar və mühacirətdə Azərbaycanın müstəqilliyi üçün mübarizəyə davam etdilər. Bu dövrdə təkcə onlar deyil, müxtəlif məqsədlər üçün Azərbaycan xaricində olan diplomatlar, hərbiçilər, ziyalılar da mühacirətdə qalmağa üstünlük verdilər. Amma ölkə içərisində olmamaq belə onları təhlükədən qorumurdu. Bolşeviklər xaricdə olan Azərbaycan Cümhuriyyəti nümayəndələrini də təqib edirdilər. Azərbaycanın ilk xarici işlər naziri Fətəli xan Xoyski işğaldan sonra ailəsi ilə birlikdə Tiflisə getmişdi. Orada arxadan açılan atəş nəticəsində öldürüldü. Fətəli xan Xoyski buradakı digər Azərbaycanlı ziyalılarla birlikdə Sovet rejiminə qarşı müqaviməti təşkil etməyə çalışırdı. Azərbaycanın Xarici İşlər naziri Behbud xan Cavanşir də eyni aqibətlə üzləşdi. O, İstanbulda Pere Palace otelinin qarşısında bənzər şəkildə güllələndi. Cümhuriyyətin qurucularından Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəli də bənzər taleyi paylaşdı. O, işğaldan sonra çox güman ki, Gürcüstana keçmək istəyərkən yolda öldürüldü. Onun kim tərəfindən necə öldürüldüyü və harda dəfn edildiyi hələ də bəlli deyil. Ölkədə qalan hökumət üzvlərinin taleyi isə daha ağır oldu. Azərbaycan Cümhuriyyətinin 3-cü hökumət kabinetində ərzaq naziri olan Konstantin Lizgar 1920-ci il may ayının 2-də həbs edildi. Cəmi bir neçə gün sonra əks-inqilabi fəaliyyət ittihamı ilə güllələndi. İran diplomatik missiyasının rəhbəri olmuş Hərbi İşlər naziri İsmail xan Ziyadxanlı da müəmmalı şəkildə öldürüldü. Səhiyyə naziri Xudadad bəy Rəfibəyli 1920-ci ilin may ayında silahlı əsgərlərin müşayiəti ilə Gəncədən Bakıya gətirildi və həbs edildi. Sovet rejimi iddia elədi ki, Rəfibəyli Gəncədə Sovet rejiminə qarşı başlayan böyük üsyanla əlaqədədir və bu səbəbdən sadəcə 15 gün sonra Xəzər dənizindəki adalardan birində güllələndi. Sovet terroruna qurban gedənlərdən başqa bu siyasi rejimin içərisində çalışmaq istəyən də var idi. Bəlkə də onlar düşünürdülər ki, bu rejimin içərisində qalıb fəaliyyət göstərərək Azərbaycan üçün faydalı nəsə eləmək olar və ya sadəcə qaldılar. Təəssüf ki, Sovet hakimiyyəti onlara da heç vaxt güvənmədi. Hər nə qədər Sovet rejimi içərisində çalışsalar da, keçmiş Cümhuriyyət nümayəndələri daim nəzarət altında saxlanılırdı. Onların addımları izlənilir və əlaqələri araşdırılırdı. Və illər keçdikcə həmin şəxslər bir-bir sürgün edilir, həbs edilir və ya öldürülürdü. Azərbaycan hökumətinin Əmək və Əkinçilik naziri olmuş Əhməd bəy Pepinov, Yollar naziri Xudadad bəy Məlikaslanov, Maliyyə naziri Rəşid bəy Qaplanov, Təhsil naziri Həmid bəy Şahtaxtınski bir müddət Sovet hakimiyyəti içərisində müəyyən vəzifələrdə çalışdılar. Amma onların keçmişi heç vaxt unudulmadı. Bu şəxslər illər boyu dəfələrlə həbs edildi. Əhməd bəy Pepinov və Rəşid bəy Qaplanov mühacir mərkəzlərlə əlaqədə olmaq və antisovet milliyyətçi hərəkətlərdə iştirak etmək ittihamı ilə güllələndilər. Xudadad bəy Məlikaslanov da eyni ittihamla həbs edildi. Həmid bəy Şahtaxtınski isə İrana casusluq etməkdə günahlandırıldı. Uzun sorğulara, işgəncələrə və həbsxana həyatının çətin şəraitinə tab gətirə bilməyərək həyatlarını itirdilər. Bu dövrün ən faciəvi simalarından biri isə Azərbaycanın keçmiş Xarici İşlər naziri Məmməd Həsən Hacınski idi. Məmməd Həsən Hacınski hələ Azərbaycan Cümhuriyyəti işğal edilmədən əvvəl bolşeviklərə qoşulmuş və işğaldan sonra Sovet rejiminin içərisində onlarla birlikdə çalışmağa davam eləmişdi. 1930-cu ildə o, Azərbaycan Milli Mərkəzinə rəhbərlik etmək, mühacirlərlə əlaqə yaratmaq, xüsusilə Əlimərdan bəy Topçubaşovla əlaqələr qurmaqda ittiham olunaraq həbs edildi. Həbsxanadakı ağır həyat, sonsuz sorğular və böyük ehtimalla işgəncələr, eyni zamanda Sovet rejiminin yaratdığı ümidsizlik nəticəsində Məmməd Həsən Hacınski 1931-ci ildə həbsxana kamerasında özünü asaraq öldürdü.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricdə təhsil almaq üçün göndərilən 100-dən çox tələbənin aqibəti də acı oldu. 1920-ci il aprel işğalından sonra bu tələbələrin təqaüdü dayandırılmışdı. Bir müddət onlar Nəriman Nərimanovun səyləri nəticəsində təhsillərini davam elətdirə bildi. Ancaq Nərimanov Moskvaya göndəriləndən sonra vəziyyət pisləşdi. Bolşevik hakimiyyəti tələbələrə yardım etməkdə seçim etməyə başladı. Dəstək yalnız rejimə yaxın olanlara verilirdi. Maddi çətinlik içərisində qalan tələbələr Avropada ağır işlərdə işləmək məcburiyyətində qaldı. Bir çoxu təhsilini yarımçıq qoydu. Bəziləri çətin həyat tərzinin nəticəsi olaraq həbsxanalara düşdü. Bəziləri isə intihar elədi. Təhsilini başa vurub Azərbaycana qayıdanların bir çoxu isə Avropada təhsil almış milliyyətçi qrupun bir üzvü olmaq ittihamı ilə repressiyalara məruz qaldı. Vətənə dönə bilməyənlər isə ömürlərinin sonuna qədər xaricdə yaşadılar və onların bir qismi isə bu dəfə Azərbaycanın qurucuları ilə birlikdə müstəqillik uğrunda mübarizəni davam elətdirdilər. Qeyd etdiyim kimi, Azərbaycan Cümhuriyyətinin hökumət üzvlərinin bəziləri işğaldan sonra xaricə çıxmağa nail ola bilmişdi. Xosrov bəy Sultanov, Mirzə Əsədullayev, Xəlil bəy Xasməmmədov, Musa Rəfiyev, Aslan bəy Qardaşov, Məmməd Əmin Rəsulzadə işğaldan sonra xarici ölkələrə gedib, burada Azərbaycanın müstəqilliyi davasını davam elətdirmişdi. Azərbaycan Cümhuriyyətinin rəhbərləri arasında Sovet rejimi üçün ən təhlükəli və ən simvolik fiqurlardan biri şübhəsiz ki, Məmməd Əmin Rəsulzadə idi. Məmməd Əmin Rəsulzadənin hələ də həbs edilməməsi və ya öldürülməməsi Sovet hakimiyyətinə qarşı mübarizənin müqavimətinin davam etməsində ən böyük təsirlərdən biri idi. Aprel işğalından sonra Məmməd Əmin Rəsulzadə bir müddət gizlənmək məcburiyyətində qaldı. Daha sonra isə yeri müəyyən edildi və həbs olundu. Bakıya gətirilən Rəsulzadə burada həbsxanaya çevrilmiş bir evdə saxlanılırdı. Rəsulzadə sonradan xatirələrində yazır ki, həmin dövrdə Kommunist qəzetində Nəriman Nərimanovun bir yazısı yayınlanmışdı. Nərimanov bu yazıda bildirirdi ki, Rəsulzadə güya qorunmaq üçün Bakıya gətirilib və xalqın onun vəziyyətindən narahat olması üçün heç bir əsas yoxdur. Amma elə hadisələrin ən maraqlı tərəfi də bundan sonra başlayır. Rəsulzadənin xatirələrinə görə bundan sonra Stalinin xüsusi istəyi ilə onlar arasında bir görüş təşkil olunmuşdu. Əslində bu görüş çox da sıradan bir görüş deyil, çünki bir zamanlar Stalin və Rəsulzadə Çar Rusiyasına qarşı eyni inqilabi mühitdə mübarizə aparmışdılar. Hətta bu dövrdə onların yolu bir neçə dəfə kəsişmişdi. Rəsulzadəyə görə Stalin görüş zamanı bildirir ki, keçmiş mübarizə yoldaşı olan Rəsulzadənin həbsxanada qalmasını doğru hesab etmir. O, Rəsulzadəyə azad şəkildə Bakıda qala biləcəyini deyir, amma eyni zamanda əlavə edir ki, Bakı onun üçün təhlükəlidir. Ona görə də Stalinlə birlikdə Moskvaya getməsi ən doğru yoldur. Əslində isə bu təklifin arxasında dostluqdan ziyadə siyasi bir hesab var idi. Sovet hakimiyyəti Rəsulzadə kimi simvolik bir simanı öz tərəfinə çəkə bilsəydi, bu Azərbaycan xalqına böyük bir mesaj ola bilərdi. Ən azından Sovet rejimi onu xalqın gözündə neytrallaşdırmağa çalışırdı. Rəsulzadənin özü də bunun fərqində idi. O, kitabında Stalinlə həbsxanadakı ilk görüşünü bu cür təsvir edirdi. Mən Rus-Sovet komissarı Stalin deyilən şəxsi tanımırdım. Mənim tanıdığım Qafqaz inqilabçısı Koba idi. Rəsulzadə yol yoldaşları ilə etdiyi müzakirələr nəticəsində bu qənaətə gəlir ki, mövcud şəraitdə Moskvaya getmək ən uyğun seçimdir. Və beləliklə 1920-ci ilin noyabrında Məmməd Əmin Rəsulzadə Stalinlə birlikdə Moskvaya gedir. Və Məmməd Əmin Rəsulzadənin də Azərbaycandan xaricə çıxması ilə birlikdə mühacir fəaliyyətlərini başladıb, Azərbaycan tarixinin ən önəmli səhifələrindən biri haqqında danışa bilərik. Azərbaycan mühacirlərinin ölkə xaricində müxtəlif ölkələrdəki fəaliyyətləri haqqında isə növbəti videoda danışacağam. Məhz bu mövzu nöqtədən sonranın ən önəmli hissələrindən biridir. Sonra gedib nöqtədən əvvəl oxuyarsınız. Önəmlidir çünki.